Bugün səhər saatlarında Naxçıvandan həyəcan dolu xəbərlər aldıq. Hamınız artıq yəqin ki məlumatdasınız. Naxçıvana dron hücumunun həyata keçirilməsi ilə bağlı ilkin məlumatlarda İranın Naxçıvana hücum etdiyinə dair bilgilər verilirdi. Doğrusu ilk reaksiyamız belə oldu ki, yəni inanılmaz göründü ki, İran niyə Azərbaycana hücum eləsin, niyə Naxçıvanı vursun? Çünki ortada Azərbaycan dövlətinin İranla bağlı siyasəti var. Çox açıq, aydındır ki, Azərbaycan dövləti demək İrana hücumlar başlayandan gündən özünün rəsmi mövqeyini açıqlayıb ki, baş verənlərə görə təəssüflənir və öz neytrallığını da Azərbaycan həmişə qoruyubdur, öz qonşuluq siyasətinə həmişə sadiq qalıbdır. Öz ərazisindən bu və ya digər ölkələrin bir-birinə hücum etməsi üçün istifadə etməyə heç vaxt razılaşmayıb. Lakin söhbət İrandan gedirsə, demək ki, hər şey gözləmək olar bu ölkədən. Bu baş verən hadisə də, Naxçıvana dron hücumu da İran molla rejiminin nə qədər riyakar olması, nə qədər nankor olmasını bir daha nümayiş elətdirdi. Ortada dediyim kimi Azərbaycan dövlətinin mövqeyi var. Dövlətimiz ilk gündən öz başsağlığını veribdi İran tərəfinə. Cənab Prezident səfirliyə getdi, rəsmi şəkildə başsağlığını ifadə elədi, təəssüfünü bildirdi və hətta məlumatlara görə Azərbaycan humanitar yardım da göstərməyə hazırlaşırdı, planlaşdırırdı. Belə bir məqamda İran Azərbaycanın ərazisini, Naxçıvan Muxtar Respublikasını hədəf alır, özdə mülki obyektləri hədəf alır. Məktəbin yanına düşür, yaxşı ki, məktəbə düşmür. Hava limanını vurur. İndi bu hava limanı məsələsinə bir də qayıdacam mən. Söhbət ondan gedir ki, artıq bundan sonra Azərbaycan İrana qarşı nə eləsə, hansı addım atsa, bu İranın öz məsuliyyəti üzərinə düşəcək, İranın günahı hesab olunacaq. Çünki biz son ana qədər, yəni sakitcə öz işimizlə məşğul idik, heç kəsin işinə qarışmırdıq. Qonşuluq siyasətimizə sadiqliyimizi nümayiş etdirirdik. Amma durduğumuz yerdə başımıza dron yağdırdılar. 2 nəfər zərər çəkdi bu prosesdən. Şükür Allaha ki, tələfat yoxdur. Amma hər halda mülki obyektimiz hədəfə alınırsa, məktəbimiz hədəfə alınırsa, bu artıq ciddi siqnaldır. Və düşünürəm ki, Azərbaycan da bununla bağlı artıq Azərbaycan Müdafiə Nazirliyi də konkret addımlar atmalıdır. Mən düşünürəm ki, atacaq da cavab tədbirləri indi hansı formada olacaq? Mən bilmirəm, əlbəttə istəməzdik, arzulamazdıq. Biz yeni müharibədən çıxmışıq, biz qaynar bir prosesə yenidən qoşulaq, tərəf olaq. Amma ərazimizə hücum olursa, Azərbaycan o ölkədir ki, öz demək mövqeylərini qorumağa qadirdir və heç kəsin də qarşısından qaçmaq fikrində deyil. Düşünürəm ki, Azərbaycan Müdafiə Nazirliyi də baş verən bu dron hücumuna öz adekvat cavabını verəcəkdir. İndi burada söhbət nədən gedir? Burada söhbət ondan gedir ki, sabahları Azərbaycan İrana qarşı hansısa addım atarsa və yaxud İrana qarşı atılan hansısa addımları rəsmi şəkildə dəstəkləyərsə, molla rejiminin üzü olmamalıdır Azərbaycana bununla bağlı hansısa iradını bildirsin. Çünki ortada bu boyda fakt var, ərazimizin vurulması, hava limanımızın vurulması, yəni ki, sən özün başladın ay Tehran, sən özün bizi vadar elədin ki, sənə qarşı olan bu təmkinli siyasətimizi, loyal siyasətimizi dəyişmək məcburiyyətində qalaq. Burada eyni zamanda o da görünür ki, artıq molla rejimi özü də başa düşür ki, son günlərini yaşayır, artıq çökür və belə bir anda bizim Azərbaycanlılarımızın da illərdir bu molla rejimindən əziyyət çəkən Azərbaycanlıların da Cənubi Azərbaycanın da üzərinə böyük məsuliyyət düşür. Artıq onlar açıq şəkildə öz etirazlarını bildirməlidirlər. Bu rejimin tamamilə kürəyinin yerə dəyməsi üçün Təbriz öz qətiyyətli mövqeyini ortaya qoymalıdır. Azadlıq mücadiləsinə qalxmalıdır, rejimə zərbəsini endirməlidir. Açıq şəkildə bütün Azərbaycanda etiraza qalxmalıdır insanlar. Qoy elə bizim çağırışımız olsun soydaşlarımıza. Bitirsinlər bunu. Qoy olsun o ərazidə
başqa bir müstəqil Azərbaycan Respublikası yaransın. Azad olsunlar. Elementar hüquqlarını bərpa eləsinlər. Necə illərdir ki, bu molla rejimi bizim Azərbaycanlıları bu hüquqlardan mərhum eləmişdi. Nə qəzeti yox, nə televiziyası yox, nə məktəbi yox. Ən elementar hüquqlardan belə Azərbaycanlılar mərhum olunublar. Zorakılıqlara, işgəncələrə, repressiyalara məruz qalırlar. Və nəhayət artıq zaman yetişibdir. Hamı da bir yaxşı bilir ki, dünya gücləri də yaxşı bilir ki, bu rejimin çökməsi üçün əsas zərbəni məhz Azərbaycan vurmalıdır. Cənubi Azərbaycan vurmalıdır. Odur ki, məqamdır. Azərbaycan tam şəkildə Güney Azərbaycan, Təbrizli, Ərdəbilli, Urmiyalı, Xoylu, bütün Azərbaycan ayağa qalxmalıdır. Ciddi şəkildə müqavimət göstərməli və rejimə, molla rejiminə öz sözünü deməlidir. Tarixin arxivinə gömülməlidir bu lənətə gəlmiş rejim. Əlbəttə ki, lənətimiz bundan qabaqçı şah rejiminə də öz yerində qalır. Heç kəs imkan verməz ki, şah rejiminin təmsilçiləri, davamçıları təzədən iqtidara gəlsinlər. Bu bir tərəfdən. Amma indi əsas məsələ hamının qarşısında, Azərbaycanlıların qarşısında molla rejimini tamamilə söktürməkdir. Mən öz nəsli böyük repressiyalara məruz qalmış bir adam kimi Ərdəbildə evimiz, yəni babamın evi, eşiyi talan edilmiş bir adam kimi deyirəm ki, çağırış edirəm oradakı əqrabamıza da, oradakı dostlarımıza, soydaşlarımıza, qalxın ayağa, bir dəfəlik bitirin, canınız qutarsın bu rejimdən. Canınız qutarsın, azadlıq şüarlarıyla, rejimə ölüm, rejimə son şüarlarıyla qalxın ayağa və əminəm ki, bu prosesdə son nöqtəni məhz Cənubi Azərbaycan qoyacaqdır və biz o ərazimizdə də müstəqil öz bayrağı olan müstəqil Azərbaycanın mövcudluğuna, var olmasına şahidlik eləyəcəyik. Bayaq dediyim kimi, bu İranın Naxçıvanın hava limanını hədəf alması da təsadüfi deyil. Yəni bilirsiniz ki, bu günləri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən əsas demək nəqliyyat obyekti və məhz hava limanıdır. Yəni başqa bizim hazırda hələ ki başqa bir alternativimiz yoxdur. Yalnız hava limanıdır. İndi bu lənətə gəlmiş molla rejimi güya ki öz düşüncəsi ilə hava limanını hədəf almaqla, sıradan çıxartmaqla, demək uçuş xəttini sıradan çıxartmaqla güya ki Naxçıvanı Azərbaycandan ayrı salmağa, əlaqəni tamamilə Naxçıvandan kəsməyə nail olmaq istəyir. Bu da onun niyyəti gözündə qalacaqdır. Dediyim kimi, əminik ki, Azərbaycan indi mənə deyirlər ki, buradakı artıq Müdafiə Nazirliyi məlumat yayıbdır ki, cavab tədbirləri mütləq görüləcəkdir. Yenə deyirəm, əziz izləyicilər, biz heç vaxt istəməmişik. Azərbaycan öz qonşuluq siyasətinə həmişə sadiqlik nümayiş elətdirib. Heç vaxt əlavə gərginlik yaradılmasında marağımız olmayıbdır. Nəinki İrana, ümumiyyətcə heç bir qonşumuza qarşı. Amma İran bizim məcbur elədi bugünkü əməliyyatları ilə. Məcbur elədi ki, biz adekvat tədbirlər görək. Təəssüf edirik yaranmış şəraitə görə. Müharibədən təzə çıxmış ölkənin yenidən bir gərgin atmosferə düşməsi təbii ki, arzu olunan deyil. Amma neyiniyək, bizə hücum varsa, demək ki, cavabını da verməliyik. Yeri gəlmişkən sözüm həm də İranın buradakı o tulalarınadır. Hansı ki bir xəbər paylaşmağa peşmanıq. O saat peyda olurlar, başlayırlar yüzlərlə fake profillərdən. Ağızlarına gələni yazırlar. İran aşiqləridirlər. Güya ki bizi siyonist adlandırırlar. Bizi nə bilim, güya ki sifariş yerinə yetirməkdə itham eləyirlər. Ay bədbəxtlər, ay başqa ölkənin maraqlarına, Fars rejiminə qulluq eləyən şərəfsizlər. Əslində başqa ölkələrin, başqa kəşfiyyat orqanlarına xidmət eləyən sizlərsiniz. Bax, indi görün. Görün biz haqlı çıxdıq, yoxsa siz. Baxın, səssizcə, sakitcə yerimizdə oturduğumuz yerdə sizin bu dəstəklədiyiniz rejim ərazimizi vurdu. İnsanlarımız xəsarət aldı. Səsiniz çıxsın da, indi səsiniz çıxsın, lənətləyin həmin rejimi ki, bizdən nə istəyirsən? Davan İsraillə də, Amerika ilə də, ged onlarla davanı apar da, sən nə istəyirsən bu Azərbaycandan? Biz neyi nə deyik sənə? Bax, indi görürsünüzmü ki, nə qədər siz haqsız idiniz?
haqsız yerə öz dövlətinizin maraqlarını qoyub, şərəfsiz bir rejimin maraqlarının altına girib, o rejimi tərifləyirdiniz, Xamneydən imdad gözləyirdiniz. Sonda onu da deyim ki, Azərbaycana hücum edənlər, Azərbaycan ərazisinə hücum edənlər heç vaxt demək bunun xeyrini görməyiblər, həmişə peşman olublar. İran da bax bu şərəfsiz əməlinə görə mütləq peşman olacaqdır, mütləq bunun cavabını verəcəkdir.